Salamün əleyküm, əziz dostlar, xoş gördük. Umarım ki, yaxçısınız və halınız keyfiz sazdır. Ərz eləyim ki, bu günləri 6-cı gündür ki, bu Savaş Sənəti adlı kitabı ki, Dr. Həsən Həbibi tərcümə eləyib farscaya, onu oxuruq. Və umarım ki, bizə faydası olsun. Dünənki ən mühüm məsələlər ki, savaşda saydı və biz gərək milli hərəkətdə də onu gözümüzün önündə olsun, tutaq, gözümüzün önündə tutaq və fəaliyyət eləyək. Onları çox xülasə deyim. Bir, o zaman ki, düşmənə yaxınsız, elə bir işlər görün ki, düşmən fikrəsin uzaqsız. Əvvəl dedi ki, biri buradan oldu. Əvvəl dedi ki, əsən kollən savaş kələkdən ibarətdir. Kələk vuracaqsınız düşmənə. İkinci, o zaman ki, güclüsüz, düşmən elə bilsin, elə görsədin ki, düşmən desin, zəifsiz. O zaman ki, bir iş görürsünüz, elə görsədin ki, düşmən fikirləsin ki, iş görmürsünüz. O zaman ki, yaxındasınız düşmənə, elə eləyin ki, düşmən desin, bə uzaqdasınız. O zaman ki, uzaqdasınız düşmənə, elə eləyin ki, düşmən desin, yaxındasınız. O zaman ki, hər cürə olur olsun, düşmənin fikrin özünüzə tərəf, özünüz istədiyiniz yola çəkin. Və onu təliyə salın. Ha belə, bir iş görün ki, düşmən fikirləsin sizin aranızda nəzm, intizam yoxdur. Hər şey hərkəlikdir. Və sonu da bu düşməni əzin geçin. İndi 34-cü səhifədən başlayırıq kitabın davamına. General Limo وابسته به دولت شائو جله‌های گوسفند را همراه با شبانان آنها در بیابان رها کرد. Bir dənə general çoxlu bir qoyunu bir neçə çobanla çöldə oturdu. Ötürdü öz başlarına. Görək nə olacaq. Və çون ها اندکی پیشرفت کردند و نمود ساخت که در حال عقب نشینی می جنگد. Deyir ki, ehtimalən bu qoyunları ha beləsi deyir ki, bir çöldə bir qoyunları çobanlarla ötürdü. Sonraki biraz getdilər qabağa bir yol. Belə göstərdi düşmənə ki, bunlar dalı otururlar. Yəni, əslində beləsi olacaq. Çobanlar qoyunlarla getdilər çölə. Düşmən uzaqdan gördü. İndi məsələn fikrin bunların ayaqlarının altından toz çıxır, ya nə də. Sonra onları qeytərdi. Qeytərəndə düşmən dedi bəlkə o düşmən qeydir. Dalı oturur. Və öz arxasında neçə min nəfər dərhal əqəbnəşini mi cəngət və belə gedir ki, bunlar dalı otura savaşırlar və poşt sər xud kəndin 1000 nəfər را به جا گذاشت. Öz dalısında da neçə yüz nəfəri, neçə min nəfəri qoydu orada. Yəni elə dalıya otururlar ki, qaçırlar ki, nəzərə gəldi, qaçan qaçır, qaşınmayan da orada məsələn zəiflər də durublar da daldadır. Elə bir ki, onları öz başına otururdular. چنانکه آنها را رها کرده است. هنگامی که خان از بین ماجرا آگاه شد، از این ماجرا آگاه شد، در رأس یک گروه بزرگ پیشروی آغاز کرد. Valla biraz mən buranı baş tapmadım. Niyə belə birdən-birə qoyunlarla dedi, qoyunlardan sonra da geçdi savaşa. Nəzərimə gəlir ki, burada hilə imiş da. Yəni qoyunlardan hiləyə istifadə edibdi. Sonra da Moğollar əlbəttə atdan istifadə ediblər. Biz bunu görürük ki, Moğollar bəzən boş atı ötürüblər meydana, düşmən fikirlik bəlkə həmlə edir. Məsələn, hazırlaşıblər, o gizləndikləri yerlərdən falandan çıxıblar eşiyə, ya şey olublar, sonra görüblər, atlar boşdular. Biz bilirik ki, belə bir şeylər olubdu tarixdə. Deyir ki, onda hengami ki, xan əzim macera ağah şod, kitabda həttəmən burada bir müşkül olacaqdı, yoxsa niyə
Xanazoda geçdiş bəlli olmadı, hardan gəldi bura. Deyirəm, farsının bir müşkülü var. Farsıda bilmirəm nə tür bunlar. Ehtimalən generala xan deyir məsələn. Dərrəsi yek ruhi buzur pişləvi. Deyir ki, elə ki nəzərlərinə gəldi ki, bunlar dalı otururlar, bir böyük qruhuna həmlə elədi. Dərin hengam limu qismət mühim nirohi xod ra در جناح راست və çəp arayışı cəngi dad. Deyir ki, onda qədim elə indi də cibhəni 3 yerə bölürlər dostlar. Bir ortadır, buna qabaq deyirlər, bir sağ tərəfdir, bir sol tərəfdir. Yəni məsələn indi Ukraynanın da savaşına baxsaz Rusiyanın tərəfindən, Rusiya məsələn Kiyevi paytaxtı istir bura, amma həm sağ tərəfdən, həm sol tərəfdən. İndi Belarus da fikirlərim ki, sağ tərəfin şeyindən, daha yuxarısından, daha aralıqdan girir. Ki məsələn bunu elə bir ki, o mənim dalımda ay görsəniz ha, əslində belə ay kimi bir şey olur, üç tərəf. Ayın o batmış yeri, yap belə aşağısı, burası deyək. Ayın burası qabaqdır, burası sağ tərəfidir, burası sol tərəfidir. Düşməni belə salır vəsətə və əzir. Bu bir dana türklərin taşdikidir, çox ciddi bir taşdikdir. Salırlar o vəsətə və əzirlər. Deyir ki, sağ tərəfdə və sol tərəfdə bu şeyin öz ləşkərin hazırlədi. Gizlətmişdi də, yəni elə eləmiş ki, düşmən bilməsin, desin və yoxdur, azdır, hamısı gəliblər həmliyə. Amma nə oldu? Nacəxan dəst bir həmlə zəd. Birdən-birə bu sağdan, soldan həmlə elədilər. İndi siz fikrin ki, düşmən ulduz kimi gəlir aya tərəfə. Görün, siz o ulduzun yerini düşmən fərz edin. Gəlir aya tərəf mənim arxamdakı ayda və bunlar sağdan, soldan buna həmlə edirlər. Görün, nə olacaqdır? Və honha ra در هم کوبید və بیش از 1000 tən از سوار nizam ایشان را هلاک کرد. Onlar ki, həmlə eləmişlər ki, bunlar dalı otururlar. İndi beləsi fikirləyin. Öndə buradan, bu ayın burasından bir neçə nəfər həmlə eləyir, gəlir qabağa. Bu düşmən ilə bu aralarda savaşır. Hətta bu tərəflərdə savaşır. Sonra bunlar taktik ilə gəliblər. Strateji bu deyil. Strateji budur ki, düşməni sındırasan da. Taktik nədir? Bir cıqqılı quruq gəlir bura. Məsələn, 1000 nəfər, 2000 nəfər burada savaşırlar. Buradan qeydirlər, qaçırlar, girirlər yerlərinə tərəf. Düşmən bunları qova-qova ki, bunlar azdılar, bunları da görməyib. Düşmən bu sağla solu və ortada dalda gizlənəni görməyibdi. Fəqət bu qabaqda gələni görüb. Deyib, bunları da biraz da qoyun görüb məsələn. Ki, nəzərinə çox gəlibdi. Sonra indi bunlar gəlirlər, girirlər bura. Bu sağda və solda gizlənən ordu birdən çıxır, bunu salır ortaya. İndi bu bizim Güney Azərbaycanda nə cür işlər dostlar? Bu çox mühümmüdür ki, biz bu gizlilikləri, bu dedik yaxında olanda düşmən desin bə uzaqdasınız, uzaqda olanda desin bə yaxındasınız, siz fəaliyyət eləyəndə o desin bə fəaliyyət eləmirsiniz, elə görsədin ki, onlar desinlər siz fəaliyyət eləmirsiniz. Bunları gərək biz indi Güney Azərbaycan məsələsinə tətbiq verək. Hengami ki düşmən mütəmərkəz mi şəvəd, o zaman ki düşmən də indi mütəmərkəz olur, xod ra amade karzar bavi konid. O zaman ki düşmən mütəmərkəz olur bir yerə, yəni bilirsiniz ki bu, məsələn baxın indi Əhmədinəcad, mən bayaqları bir şey də yazdım, qoydum ora. İndi farslar quş bişirir canları, qorxudan. Çünki Əhmədinəcad buna inanır və deyibdir, əlbəttə Əhmədinəcad da öz başına danışmaz. Hər halda rəhbərin müşaviridir, şurayı nəmənənin məsləhəti nizamının üzvüdür, qabaqçı rəis cümhurdur, dövləti 8 olda hər halda idarə eləyibdir, idarə ittilaatla, oraya ilə, buraya ilə ilgisi var. Yəni öz-özünə burada bir söz danışmaz. Bu adam deyirdi ki, Ukrayni Ruslar vuracaqlar, İranı Amerikalılar. İndi İranı bunlar bir eləməlidirlər. Yəni gələcəklər bizi haşa huzurunuzdan bizi eşkək eləyərlər. Minələr sonra da nə edəcəklər? Gəlib də adam Ərdəbildə türkü danışır. Salam aleyküm, canım sizə qurban. Ulan sən bizi məskər edirsən ki, özün məskərəsin. Əlbəttə bizim adamlarımız da gediblər ora quraq asırlar. Əslində məskərədirlər. O adam 2 cümlə danışma hamısı səvinir. Ulan bu əgər sənin dili və ehtiram qoyur,
türkü danışmasın ki. Elə fars dilində desin ki, sizin haqqınızdır türkü danışasınız. Niyə qoymurlar? Amma o əslində hər kəs gəlir Azərbaycana ya rəhbər məsələn Tehranda türkü danışır bir cümlə, əslində bu bizə tohin edir. Əslində bizi təhqir edirlər. Necə ki, sən bizim içimizə gələndə bizə deyirsən, sən o qədər əskiksən ki, mən səni gərək beləsi dili ilə bir cümlə danışmaqla səni tavlayam. Səni Quran verəm dədəmin köhnə borcuna. Biz bu vəziyyətə düşməməliyik. Ona görə o zaman ki, düşmən mütəmərkiz olur, Əhmədinəcadları filanları gəlir ustandə bir iş görməyə, özünüzü savaş üçün hazırlayın. Hər ca ki نیرومند است از برخورداری از برخورد با وی اجتناب کنید. Hər yerdə də ki düşmən güclüdür, orada ondan savaşmayın. Çünki şikəst yersiniz. Şikəst üçün savaşmazlar. Savaşarlar ki qazanarlar. Hər yerdəki fikirləriniz burada şikəst yedik, gedin ayrı bir cepheden girin. Məsələn, fikir eləyin ki, biz öz aramızda bu qərar qoyaq ki, hər vaxt biz dedik Abrəsana ya bazar ağzına yığışın, məsələn Tərbizdə, biz hər məhəllələrdə tökülməliyik eşiyə və oradakı pasgahları ələ geçirməliyik. Amma bunu sadəcə öz aramızda bir qərardır. Məsələn, deyirik filan yerə çıxın, çıxmırıq. Amma bunu bu mənaya gələk ki, 3 dəfə deyəcəyik, çıxmayın, 5 dəfə deyəcəyik, çıxmayacaqsınız, 6-cı dəfə hamımız gələcəyik meydana. Diqqət buyurursunuz. Çünki biz belə bir sisteminlə getsək, düşməni toğlaya bilərik. Amma belə bir sisteminlə getməsək, düşmən bizi toğlar. İndi Əhmədinecadı və dövləti biz toğlaya bilsək, okeydir. Yəni, gələk deyək ki, tamam, orada məsələn 2-3 nəfər çıxır, deyək ki, cəsur adam. Cəsarət də istəmir burada. Ağay Əhmədinecad, sən niyə türkçə danışırsan? Sənin tilin bəyə türkçədir. Sən əgər istəyirsən deyəsən, mən sizi sevirəm, sizin sözünüzə baxıram, sizin milləti, mən sizə ehtiram qoyuram, mənim dilim niyə rəsmi deyil? Ərdəbililər niyə bunu soruşmuyublar? Niyə Təbrizdə, Azərbaycanda, orada burada soruşmurlar? Ağa, sən niyə mənim dilimdə danışırsan? O zaman ki, mənim dilim rəsmi deyil. O zaman ki, mənim dilimi qədəğən eləmişsən, niyə mənim dilimdə danışırsan? Bu tohindən sonra heç zıt deyil, dostlar. Yəni, inanın mənə, fəqət tohindir, fəqət təhqirdir. Elə bir ki, indi biz, məsələn, mən Rusca başarmıram, gedirəm rusların içinə, istəyirəm ruslu danışam. Nə cümləsini düz qururam, nə kəlmələrini düz qururam, nə heç zadı düz deyil. Amma onlar nə deyirlər? Bu adam istəyir nə deyə? Mümkündür, məsələn, məndən qəbul eləyən üçün mən bir turistəm. Amma bir siyasi adam gəlsə nə olar? Bir siyasi adam gəlsə nə olar? Siyasi adam da ayrı məna verər. Əhmədinecad ya Xameneyi ya birisi ya birisi, bunlar siyasi adamdılar. Bəs indi bir ayrısı da bu oldu ki, dedi, o zaman ki düşmən bir yerə mütəmərkizdir, bilin ki istəyir sizlə savaşa. Bu savaşı biləndən sonra özünüzü amadə eləyin, hazırlayın savaşmaq üçün. Amma o yerdəki düşmən orada çox güclüdür, ora girməyin. Orada savaşa girməyin, çünki uduzmaq ehtimalınız ola bilər. Fərmandeyi düşmanla əsəbani konid. Elə eləyin ki, düşmənin fərmandeyi əsəbani olsun. Ağlı ilə düşünə bilməsin. İştibah eləsin. Əsəbani olmaq nə mənədir, dostlar? İndi bəzi bizim dostlarımız çox əvamdırlar. Əvam da yazır, deyir ki, o adam ki əsəbanidir, əsəbanilərdən difa edir. İstəyir bunlara yer hazırlarsın ki, daha çox əsəbani olsunlar. Əsəbani adamlar yaxşı adamdırlar, tez əsəbani olurlar, tez də boşalarlar. Əsəbani adam, yəni ağlı yox adam. O adam ki, tez əsəbani olur, ağlından istifadə edilməz iştibah işlər gəlir. Onun üçün deyir ki, düşmənizi əsəbani edin. Biz gərək oradan ki, mümkündür, farsları əsəbani edin. Bunlar nə qədər əsəbani, nə qədər şey olsalar, belə xəta elərlər və xətaları bizim nəfimizə tamam olar. فرمانده دشمن را عصبانی کنید و وی را سرگردان و مشوش نمایید. dedik da اگر o zaman ki فرمانده عصبانی oldu, yəni ağıl zayi oldu, zail oldu. Ağıl ki zail oldu, iştibah təsviri tutacaqdır. Məsələn deyirəm,
Filankəs söyüş verir, biz də ona söyüş veririk. Qutuldu getdi. Biz əsəbani olduq. Da o bizim kontrolumuzu aldı əlinə. Bizə hər yerə çəkə bilər. Nənəmizə, bacımıza, arvadımıza, uşağımıza söyüş verər. Biz də ona söyüş verərik. Çıx qapıya, çıxaram qapıya, gəl oğlan, gəlməyən filandı, bəhmandı. Biz də o istədiyi yola bizi çəkər. Amma biz ağıllı olsaq, düşməni əsəbani elərik, amma özümüz aram otururuq. Onu bilirik ki, hangi tərəfə neynir, onu əzərik. İndi bu milli hərəkətdə, ana dilində, hüququmuzda bunları necə işlədə bilirik? Bunlar da bir şeydir, gərək düşünək. اگر فرمانده ارتش دشمن سمت و عصبی مزاج باشد، اگر فرمانده düşmənin فرمانده rəhbəri əsəbi olsa, vey ra duşnam dəhid, ona söyüş verin. Əlbəttə indi ərteşlərdə bir cür eləyiblər ki, təqribən söyüş adi olsun. Çünki bunu bildilər ki, söyüş verəndə əsəbani olurlar adamlar. İndi sərbazları söyüşlə yekəldirlər. Elə sərbaz gedən gününə nənəsinə, bacısına söyüş verirlər ta sərbazçılıqdan çıxana qədər. Ki, tohin eləyəndə əsəbani olmasın. Bu orduda, xüsusən şah zamanı, mənim xaloğlum gibi o zamanlarda sərbaz idilər, famillərimiz adımız, onlardan bilirəm ki, belə bir rəsmi rüsum var idi. Beguneyi ki, aşıqlı və digərgun gərdər, fərmandahi elə əsəbani eləyin ki, özündən çıxsın. Və məsail رو به روشنی در نیابد və bilməsin ki, sizin fikriniz nədir? Aydınca görməsin dövrədə nə geçir. İntiqam üçün bitər o nəqşəsi olmadan olan durun gedək bunları öldürək, bifek cid sallı be suy şما piş beranə, sizin üstünüzə həmlə eləsin, gəlsin sizin üstünüzə. İndi bunu hard eləmək olar. Diqqət buyurun, məsələn çıxmışıq şəhərdə rahpeymalıq edirik, bunu daşla atırıq. Daş atırıq onlara. Onları özümüz qərar qoymuşuq. 3 nəfərə, 5 nəfərə dostluq demişik. Bunları daş atacaq, bunları çəkəcək küçüyə. Bunları gətiririk dar küçüyə, bunları veririk dəyənəyin ağzına. Onları xəl silah edirik, silahlarını alırıq. Diqqət buyurursunuz, bu o şeylərdəndir. Ondan sonra təzahür qılın ki, dərvəz bəri qərar darid. Elə görsədin ki, məsələn, qorxursuz, təslim olmağa hazırsınız, filan bəhman və bedin son düşmən را به کبر و نخوت və təfərun təşviq konid. Elə eləyin ki, düşmən desin, bəlkə siz qorxmusuz, zəlil, silahınız yoxdur, filanınız yoxdur. O öz gücünə, mənəm yıxdım, mənəm filan elədim, olan bunlar bir şey deyirlər. O kibrə girsin. O kibrə girəndə də yenə nə olacaqdı? Ağlı ilə işləyənməyəcək. Deyəcək, bunlar da qorxurlar, mən bunlara ehtiyac yoxdur şey olan. Onda onu əzərsiz. در پایان حکومت سلسله چین متون bir dana orada silsilənin adıdır, şeydir. Səhronəvərdani bunun ki, bunda çəndingən bərabər Çinli ha, məsafət fərhamişən. Divar budur Çin, bir məsələ mühafizat Çin, dəmir qabilə nüfuza inkurusaq düşün. Burada bir şey yazıbdır. Üstəşi demişdi Hillsong. Bu səfərin altında ona görə bir şey yazıb. Mən də orada diqqət eləmədim oxuyan bunu. Yazıbdır ki, neçə yüz il bir Hillsong adında millət Çinlilərə müşkül yaradırdılar. Çinlilər bu divar keçinin dövrəsində çəkiblər. Onların qabağında düzəldiblər. İndi deyir ki, در پایان حکومت سلسله چین Moton'a görə də bir şey altı yazıbdır. Yazıb Moton ya Toma ya Tuman. Nəxüstin hakimi bu ki Hillsong-no ha را متحد ساخت. اسب بادپای هزارلی اسب معروف بود که قادر به پیمودن 1000 لی تقریبا 300 مایل بود بی آنچه آب و علوفه‌ای بخواهد. این اصطلاح کیفیت استثنایی یک اسب را که بیشک به تولید مثل اختصاصی داشته بیان می‌کند. Dostum, bunlar da mühim değil. از قبیله هیسونو قدرت خود را برای نخستین بار استقرار بخشید. تمام. هوهای شرق نیرومند بودند و نمایندگانی برای گفتگو به نزد هیلسونگ‌ها فرستادند. نمایندگان مسئول گفتند که ما می‌خواهیم اسب بادپای 1000 لی توما را بخریم. متون با مشاوران خود رأی زد.
اینان از تعجب فریاد برآوردند که اسب با بادپای ارزنده ترین موجود این کشور است. این اسب را به آنان نباید داد. متون در پاسخ گفت چرا یک اسب را از همسایه خود دریغ می‌دارید و به دنبال این است گفته اسب را برای آنها فرستاد. کمی بعد هوهای شرق فرستادگان دیگری گسیل داشتند و پیغام دادند که ما خواهان یکی از خانزادگان هستیم. متون از وزیران خود نظر خواست. همگی خشمگین گفتند هوهای شرق شرم و حیا ندارند و اکنون تا آنجا پیش رفتند که خانزاده ای را میخواهند. ما عاجزانه میخواهیم که خان بدانها حمله کند. متون گفت چگونه میتوان از همسایه خود زنی را دریغ داشت و خانزاده را فرستاد. اندکی بعد هوهای شرق بازگشتند و گفتند شما 1000 لی زمین برای استفاده دارید و ما خواهان آنها هستیم. متون با مشاوران خود رأی زد. برخی از آنان گفتند که دادن زمین عاقلانه است و برخی دیگر گفتند که چنین نیست. متون از جا در رفت و گفت زمین بنیان دولت است. چگونه میتوان آن را واگذار کرد؟ و پس از این اظهار نظر همه کسانی را که توصیه کرده بودند زمین را واگذار شد اعدام کرد. و آنگاه متون بر زین نشست و دستور داد کسانی که عقب میمانند اعدام شوند و غافلگیرانه به هوهای شرق حمله کرد. هوهای خان را حقیر و بیچاره میشمردند، هیچ گونه آمادگی نداشتند و چون خان به آنها حمله کرد همه را به هلاکت رساند. Bunu bir geçenki kitapta okuyanda bunu biz Türkçesini okumuştuk demiştik. Şimdi burada onu diye şey bir tane Hunlar, Hu der, Hu adında bir millet var ya bir devlet var. O devlet bir ayrı devlete Çin'de ya Türkçülere. Bizde bunun nağılı beləsi Türkçülere. Türkçülere bir elçi gönderir ki sen yaxşı bir atın var. Bu at mesela 300 kilometre qaçır ve yorulmur. Bu atı ver bize. Xan da bu atı çok sevirdi ve Türk de bilirsiniz bizim bir tane şeyimiz vardı. Bir sözümüz var Türkçe'de elat. Yani el ve at. El millet ve at. Deyir yani el ilə at, millət ilə at. At deyək ki əski dövrənin hətta indinin də ən güclü heyvanıdır deyək, beləsi deyək. Ya ən bilirsiniz elə indi də bahadır da məsələn neçə milyon dolara atlar var satılır. Hər halda at bir zaman əsli silah idi. Bugünün tancı təyyarası kimi. Bu at 300 kilometr deyir ki gündə qaça bilərmiş və qaçandan sonra da bu o müddətdə istirahətə ehtiyacı yox imiş. Gəlirlər bunu adam göndərirlər Çinlilər bu Türkə ki sən o atı ver bizə. Burada bunları dəyişdiribdi amma bu əsli Türkdür. Atı ver bizə. Xan Xaqan deyək. Şah oturur müşavirlərinə danışır ki atı verək ya yox. Deyirlər atı vermə çünki bu atdan biz şey alırıq, toxum alırıq, taza atlarımız bundan çıxır. Bizim atlarımızın hamısı güclü olacaq, qaçaq olacaq. Bunu versə düşmənə, düşmənin bunu çoxaldar, onun tərəfi güclənir. Şahın zehnində bir fikir var. Onlar bizim düşmənimizdir, amma onlara mən görsüdüm ki, mən qorxuram, zəifəm, filanam. Deyir ki, atı verək. Atı verirlər. Tamam. Biraz getir, yenə o Çinlilər bu türklərə deyirlər ki, Şahzadəni, qızıvı ver bizə. Ya arvadını ver bizə. Zahirən arvadını istəyirlər. Burada şahzadə yazıb. Deyirəm, farslar biraz bunu hər şeyini dəyişdiriblər. Yəni, bunu tərcümə edən, mən təəssüfənə bilmirəm, niyə bu farsını oxurum. Yapışmır mənə. Mənə ingiliscə yapışır və ya türkcəsi yapışır. Bu əslən yapışmır. Bir yol, xana gəlirlər, deyirlər xalqana ki, sən bizə o arvadı ver bizə. Xan baxır, görür ki, arvadı. Ki, mənim arvadımı istəyirlər, vəzirlərinə, zadına, müşavirlərinə deyir ki, mənim arvadımı istəyirlər, neyini yaq? Biri də deyir ki, verməyək, biri də deyir, savaşaq, biri də deyir, filan. Şah deyir ki, tamam, bir arvad istəyirlər, arvadı verək da, neynəmək? Canımızdan, eşqimizdən geçək, amma verək, millətimizi qoruyaq, zahirdə. Amma əslində nədir? Əslində düşmənə deyir ki, mən zəifəm, səndən savaşmıram, qorxuram, filan, bəhmaq. Beləsi görsəniz da. Çünki mühüm bir şeylərin verir. Üçüncü dəfə yenə Çinlilər bu Türk xalqanın yanına adam göndərirlər ki, ağa, sənin bir 300 kilometr böyüklüyündə bir yerin var. O
Orada ot bitməz, orada su yoxdur, filan yoxdur. Sən dərdivə dəyməz, onu ver bizə. Xaqan bir məclis qurur, yenə də Türk məclisi, türkləri, xanları, bəyləri yığır ora və deyir ki, Çinlilər bizdən bu yeri istəyirlər. Biri də deyir ki, farslar yazdığı üçün indi. Biri də deyir ki, türkdə belə deyil. Türkdə indi deyəcəm niyə belə deyil. Farslar niyə buranı şey eləyiblər, təhrif eləyibdir, onu deyəcəm. Yığır Xaqan deyir ki, bunu deyim ki, bizim türklərin tarixində, xüsusən bu nağılın tarixində xan və xanım var. Xan və xatun var, beləsi deyək. Mən beləsi deyim. Xan erkəkdir, xatun xanımdır. Seriallarda da görsəz, bu dizilərdə də görsəz, xüsusən bir son dizi çıxıbdır, adı şeydir, Dəstan. O Dəstanda da görsəz, xanın arvadı həmişə solunda durur. O böyük oğlu məsələn sağında durur. Diqqət buyurursunuz. Çünki xanın əmri o zaman türklərin içində ərzişi var, itaət olunar ki, həm xan, həm xatun ikisi də o əmrə fərman verələr. Əgər millət bilsə, ordu bilsə ki, xan deyib, amma xatun deməyibdir, o əmri itaət eləməzlər. İndi, bir də xan gələr məclisə, məclisdə deyək ki, söz açıqdır, hər kəsən nəzərin desin, yəni qorxmasın. Hər kəsə nə düşünsə onu deyər. Xan qulaq asar, danışmaz, nəzərini verməz, fikrini göstərməz. Elə ki, bir yerə yetişdi ki, xan gördü ki, təsmin tuta bilir, qərar verir ki, neynəsin. Onda deyər ki, söz bitdi, söz bitəndən sonra öz qərarını verər, mənim əmrim budur. Xatun da onu təsvib eləsə, ya xatunla məşvərət elər, onu elam elər. Onu elam eləyəndən sonra o məclisdə heç kəs onun ziddinə danışmaz və heç kəsi öldürməzlər. Amma burada farslar bu tarixi cəl eləyiblər. Yəni Həsən Həbibi bu tarixi cəl eləyib. Deyir ki, gəldilər, yeri istədilər. İndi dedim də, bizdə gəlir Xaqan və xatun oturublar məclisin başında. Türkləri də xanlar, bəylər gəlib oturublar məclisdə. İndi xan deyir ki, 300 kilometr torpaq ki, ora qumluqdur, suyu yoxdur, yağış yağmaz, qar yağmaz, ağacı yoxdur, heyvan otlamaz. Oranı bizdən istəyirlər, neyniyək? Diqqət buyurun. Hərə bir fikir verir. Biri də deyir ki, xan, torpaq dərd edəyən torpaq deyil, verək, savaş ərzişi yoxdur. Biri də deyir ki, yox xan, verməyək, saxlayaq, o bizim torpağımızdır. Biri də deyir ki, o bizim millətimizdir əslində. Biri də deyir ki, o bizim yurdumuzdur, vətənimizdir. Şah sonunda Xaqan deyir ki, biz bu torpaqları vermərik. Çünki bura bizim yurdumuz, bizim deyil, gələcək nəslilərindir. Biz gələcək nəslilərin haqqın indi verənmərik düşmənə. Biri də deyir ki, xan, biz zəifuq, atı istədilər verdik, xanımı istədilər verdik, indi torpağa vermirik, savaşanmarıq. Burada görün strateji nədir? Uzun zamanda, məsələn, 1 il, 2 il, 3 ilin içində özün zəif görsədibdir, amma içəridə özün təxviyyət eləyibdir. Nə olur? Deyir ki, tamam, torpaq verməyəcək, torpaq millət və millət vətən, bunlar ikisi bir-birinə bağlıdır, bunları vermək olmaz. Tamam, mən atı minirəm, gedirəm, savaş istəyənlər mənim dalımca dursun. Amma farslar bunu təhrif edib, Həsən Həbibi də onlardandır. Yazıbdır ki, xan hər kəs demişdi ki, yeri verək, onların başını vurdu. Sonra da dedi, mən gedirəm, hər kəs gəlməsə boynunu vuracağım. Bu Həsən Həbibinin bu hikayə, tarixi bir hikayənin ki, türk kitablarında, hətta fars kitablarında bəzisində yazılıbdır, bunları təhrif eləməsini burada gördük. Deyir ki, indi ki, onlar, o Çinlilər fikirlilər ki, türklər bu qədər zəiflər ki, atların istədik verdi, arvadların istədik verdi, yeri də verəcəklər. Türklərlə savaşmaq üçün ərteş hazırlamamışlar. Eyni halda türklərin də atları doğuzdurmuşlar, bir dünya atları var idi. Bu atlara mindilər, gecə günüz çatdılar və getdilər. Birdən onlar yuxudan durmamış, gördülər ki, türklər onların dövrəsini alıblar və bunları öldürdülər.
heç cürə hazırlıqları yox idi. Fikir edirdilər ki, türklər həqirdirlər, beçaradılar, bədbəxtdirlər. Birdən-birə getdilər və çon xan bedanha həmlə kərd. Xan sözü bəllidir ki, türkdür. Amma deyirəm, burada elə yazıbdır ki, adın baş tapmır. Hikayə nə oldu? Həmlə به هلاکت رساندند. Hamısını öldürdülər. Səpəs به جانب غرب رو آورد. Yenə türk xatunu gün batana tərəf, batıya, غرب batı. به جانب غرب رو آورد və به ما və به مایوئتی حمله برد. Bir ayrı dövlətə həmlə elədi. در جنوب لوفان, در جنوب لوفان را زمینه güneydə, cunub güney ərəbcə sözdür. Güney türkcəsidir. Lufan adlı bir yeri öz torpaqlarına qatdı və Yen ra işğal numuz. Sonra deyəcəkdi, Yen adlı bir iyaləti işğal elədi və bari digər به طور کامل سرزمین‌های آبا و اجدادی هسیونگ نو را که قبلا توسط ژنرال منگ تیین وابسته به دولت چین تسخیر شده بود بازپس گرفت. Deyir ki, bu səfər türklər uduzduqları torpaqları ki, Çinlilərə uduzmuşlar, onların hamısını ələ gətirdi. Deyir ki, burada cəlibdir, deyir ki, bu Meng Ti, General Meng Ti adındakı o Çinliymiş, deyir ki, bu çöldə yaşayan, kəvir deyirlər farsca, kəvirdə yaşayanları öz sültəsinin altına gətirmişdi, əmrinin altına gətirmişdi Çində və Çinin böyük divarının da tikməsini bu başlayıbdı. Deyir, məşhurdur ki, və müxtərəyi qələmi xəttati ist. Deyirlər ki, xəttati qələmin o yazıbdı. Dostlar, burada da bir məsələ var, diqqət buyurun. Çinlilər təxtə üstə yazılmışlar daimən və tüh qələmdən, at tükündən istifadə edilmişlər. Mən bilmirəm, qələm ki, ərəb əlifbasına aiddir, Çində nə cür işlənibdir? Bunu bilmirəm, bəlkə də işlənibdir. Hər halda istədim fəqət deyəm ki, belə bir söz vardı və buna biraz diqqətlə baxmalıyıq. شاید این مطلب صحیح نباشد اما احتمال دارد که وی قلم مورد استفاده را اصلاح کرده و چگونگی کاربرد آن را بهبود بخشیده باشد. Ki bu fikirlərim ki, mən fikirlərim ki, bunu özlərindən yazıblar ya hər nə cür. Ve düşmən پسران و دختران جوان بدهید. İndi stratejinin də biri budur. Deyir, düşmənizə qızlarınızdan və oğullarınızdan verin, yəni evləndirin. Ta sərişan gərm şəvəd, onların başını qata biləsiniz. Gərm türkcəsi qatmaq. Sərişan gərm şəvəd, başlarını qata biləsiniz. Ve آنها ابریشم بدهید تا هوا و هوسشان تحریک شود. Onlara deyir ki, yaxçı, əbrişən burada yaxçı cins, yaxçı mal. Onlara yaxçı mal verin ta onların... Yəni bu da diqqət buyurun, Avropada bu işlər görünür. Məsələn, hamı deyir Çinin cinsi bonzoldur, dərdə dəyməzdir. Amma Amerikanın ya Almanın ya filan məmləkətin cinsi Japonun yaxçıdır. Yaxçı cinsi verirsiniz, onlardan bir yaxçı zehniyyətiz olur, o millətə daha çox ehtiram qoyursunuz. Ya ora getmək istəyirsiniz, ya onları, məsələn, kasıb millətlər onları nə cür ələ keçirdə bilir, belə düşünə bilərlər. Mürəttəbən düşmən ra در حال فعالیت نگه دارید və xəstəş کنید. Deyir, bir iş görün ki, diqqət buyurun, bu Güney Azərbaycanda da yaxçı dərdə dəyər. Deyir, daimən bir iş görün ki, düşmən gecə günüz amadə başda olsun. Amadə başda olmaq nə demək? Yaxçı istirahət eləyə bilməyəcəklər, yaxçı yata bilməyəcəklər, ruhi cəhətdən dağılacaqlar. Bu nə demək? Düşmənin tez sınmağı demək. Diqqət buyursun, bunu deyir ki, mürəttəbən düşməni elə eləyin ki, yatmağa fürsət tapmasın. Bu yatmağa fürsət tapmasa, rəvani cəhətdən ruhu dağılar. Cismi cəhətdən dağılar, yorğun olar, ərteşdən qaçmağa yaxınlaşar, filan bəhman. Bunlar o şeydir. Savaşda da tez yorular. Beyni də işləməz. Çünki əgər bir cür eləyəsiniz ki, düşməniz daimən, məsələn dedik, amadə başda ola, onda düşmən həm tez yorurlar, həm tez təslim olar, həm savaşa bilməz. Həm də nəxşə tökə bilməz. Bəzən yuxu elə elərsiniz, siz ona deyirsiniz, otur o durar. Yəni, əgər o qədər yuxusuz saxlaya biləsiniz, düşməni başını məşğul eləyəsiniz, yorğun eləyəsiniz, dəsturları tərsə eşidə bilər.
وقتی دشمن در حال استراحت است خسته‌اش کنید. O zaman ki düşman istirahat eləyə, bir iş görün ki o istirahat yata bilməsin. İstirahat eləyə bilməsin. Çünki əgər bir nəfər 8 saat, 7 saat yata bilsə, durub 12, 16 saat, 17 saat eləyə bilər dura savaşa, ya dura yol yeriyə, ya bir iş görə. Amma siz qoymasınız bu yatsın, zindanda da bu işi görərlər. Baxın, elə İran zindanında da bu işi görərlər. Qoymazlar yatasan. Bir iş görərlər ki, yata bilməyəsən. Məsələn, silahları daimən yanılıq saxlarlar. Yaxçı yata bilməyəsən. Yaxçı yatamayanda bir zamanın içində yorular, əsabın yorular, canın yorular, özün yorularsan və təslimə tərəf gedərsən. در اواخر دوران حکومت سلسله دوم هانها هان همان خانdı. Burada han yazır, bizdə xandı. Xanha bəllidir ki, bu kitabı istəyib türkçədən tərcümə eləyək. Çünki han türkçədə xanınçıdır, onu yazıbdır. Bəllidir, bu türkçədən tərcümə edib, amma o yerlərdə ki, türklərin ruhların rəvanını görsədər, onları dəyişdiribdir, əl aparıbdır. Məsələn, üstdə bir yerdə gördük, xan yazıbdır, hanı. Oradan mən bildim ki, bura türkdür. Tarixi də gördük, nə cür dəyişdiribdir. Belə bir şey, bu mütəəssifanə farslarda bu cür bir vələdül bülbüllük var. در اواخر دوران سلسله دوم خانها پس از آنچه تساو لیوپئی را شکست داد، لیوپئی به یوآنشاو که با لشکریان به مقابله به تاسو میرفت پناه برد. مهم değil, bu اصلا ارزشی yoktu. تی ینفانگ یکی از افسران ستاد یوآنشاو گفت تساو در هنر راهبری لشکریان دستی دارد و نمیتوان به آسانی به وی تاخت. کار درست کش دادن مسائل و از وی فاصله داشتن است. Ciddisi budur. Yəni sözün əslisi buradan başlanır. Bir dənə fərmadeh dedi ki, biz Tasoya həmlə eləyə bilmərik. Niyə? Çünki o başarır ki, nə cür bir ordunu fərmandehlik eləsin, aparsın o üzbüzə, savaşdırsın və müzəffər eləsin, qazandırsın. Eləmək olmaz, onu rahatca şikəst vermək. Mənim nəzərimə gəlir ki, bu deyibdir. Tasonu sındırmaq üçün gəlin hər şeyi uzaldaq. Məsələn, İran şeydən bunu istifadə edir. Bomba atom məsələsində, müzakirələrdə uzatmağı istifadə edir. Bu uzatmaq üçün İran çoxlu da pul xərclədi. Yəni, məsələn, neçə 100 milyard dolar pul xərclədi. 900 milyard dolar Əhmədinəcad dövlətində pul olubdur. 900 milyard dolar. Böyük pul deyil Avropa, Amerika, ya Kanadanın, ya Amerikanın qabağında. Amma İran üçün çox böyük puldur. Çox böyük puldur. Kolli İranı yıxıb işləri təzəşdən modern binalar düzəltmək olardı. Bu qədər mühüm puldur o. Amma bunların hamısını xərclədilər və hey müzakirələri uzaldıq, Avropa yorulsun, biz hədəfimizə çataq. Amma çata bilmədilər. Yəni hələ feylən buradan çata bilmədilər. Əlbəttə Rusiyədən bildiyimiz hətta bir dənə bomba atom alıblar. Əllərində var, amma üstünü aça bilmirlər. O zaman ki, mən Təbrizdə idim, onda bunun xəbərində verdik getdi. Deyir ki, elə eləyək ki, hər halda uzaldanda yorular. Dedim, məsələn, biz əgər bir cür eləyək ki, şəhərdə polis daimən amadə başda olar. Qoymayaq yatalar. O zaman biz müzəffər olduq. Məsələn, 5 gün, 10 gün dalbadal rahpeymalıq eləyək, gecələr xüsusən, qaranlıqda və məsələn, süpə ilə, filanla, silahla da demirəm, süpə ilə, filanla onların çıraqlarını bıraq sındırsın, maşınlarını, filanların, onları çəkək dərbətlərə, qaranlıq yerlərə və onların silahlarını, zadlarını alaq. Görəcəksiniz ki, 10 gün bu şey olsa, günüz gecə rahpeymalıq olsa, görəcəksiniz ki, yavaş-yavaş bunlar sərbazlar qaçmağa qaçırlar. Məsələn, xüsusən əgər bunları silah eləyəsiniz, daha da qazada verələr, onda görəcəksiniz ki, bunlar davam gətirmirlər qabağına. Xolli sizi düşürüş vuracaq, qanmaz bu zəmində. O zaman ki, bunlar yata bilmədilər, istirahət eləyə bilmədilər, uzun zamanda ayaqdan düşər. Amma siz bir millətdir, bir millətin 5'i yatar, 5 ayaq qalır.
شما ای ژنرال باید در طول کوهستان و بر روی رودخانه ها استحکامات بسازید و 4 استانداری را işgal کنید. Bu adam deyirmiş ki, generallarına deyirmiş ki, siz gərək çayların üstünə körpü vurasınız və bəzi üstanları işğal eləyəsiniz. Dedim, Rusiya da təqribən bu işi Ukraynada görür. Çalışır əlbəttə, bugünkü xəbərlərə görə eləyə bilməyib bir yer işğal eləsin. در خارج با رهبران قوی عقد اتحاد ببندید. İndi savaşdan eşiyə biz indi Güney Azərbaycanlılar gərək nə edəyək? در خارج məmləkətimizdən eşikdə. Dostlar, baxın, bəzi dostlarımız bizim də Amerika ilə, niyə İsrail ilə, niyə Rusiya ilə? Ağa, tamam dövlətlər və millətlər, o birisi dövlətlərlə, millətlərlə birləşərlər ki, düşmənləri yıxılır. Bizim düşmənimiz Fars millətidir, Fars dövlətçiliyidir və biz bunu yıxmaq üçün məcburuq. İsraillə də, Ərəbistanla da, Amerika ilə də, Çin ilə də, Rusiya ilə də, hər yerlə olur olsun, biz milli mənfəətimiz üçün əlbir olmalıyıq. İranı yıxmaq üçün. Təbii ki, onlar bizdən çox mənfəət verir Fars olaraq. Onlar bizlə əlbir olmayacaq. Amma biz də onların içində bəzi adamlar, bəzi siyasətmədarları tapa bilirik ki, öz yanımızda tutaq və onlar bizdən himayət eləsinlər. Bəzi fabrika sahibləri, karxana sahibləri, silah ürətən şeylər, bu cür bir şeylər bizə çox köməklik olar. Deyir ki, bu rəhbəran qəvi xaricdə güclü bir rəhbərlərlə ittihad bağlayın, birləşin. Onları özünüzün yanınıza çəkin gücünüzü. İçəridə, در داخل siyasət کشاورزی نظامی را پیگیری کنید. İçəridə də öz siyasətiniz belə olsun. Keşaverzi nizami niyə bu 2 dananı deyir? Buna görə ki, o zaman 2 dana güc var idi. Bir ordu savaşardı, bir də yemək lazımdır. Amma bu günləri indi karxanalar var, bahlar var. Ərz edeyim xidmətinizə. Çoxlu sistemlər var ki, bunların hamısı işləməlidir. Həmli nəqli var, elektrik var, xəstəxanalar var, bərq var, bimaristanlar var, radyo, televizyonlar var. Siz gərək bunları canlı tuta biləsiniz. Və bunlarınız da gərək olsun. Məsələn, Ruslar dünənləri Ukraynın radyo, televizyonu vurublar ki, radyo, televizyon bunların xəbərlərin verməsin, filmlərin görsətməsin. Əlbəttə bilirsiniz, bunu da Zelenski bunu düşünmüşdü ki, onlar bunu vurarlar. Gəldi Elon Musk'dan istədi ki, sən göydə mahvarələrin var, onu bizim millətimizin üzünə aç, həm də müftə. Ehtimalən Zelenski bir az pulla gələcəkdə bunu həll edəcək. Yəni, indi açacaq, amma gələcəkdə Ukrayna dövlətinə bunun fişini göndərəcək. Bir belə sən bizə verməlisən. Alacaq orada. Səpəs quruhay nuxbi-i bərgoziyid. Diqqət buyurun, bu deyir ki, sonra bir nuxbə. Nuxbə yəni ağıllı, düşüncəli adamları seçin. Və əzanha vahidhay məxsus doriz kunid. Onlardan məxsus. Mən illərdir bunu dostlara demişəm, gəlin biz yazılarlar qrupları düzəldək. Bu yazarlar qrupları eləyə bilsinlər insanların zehnin aşmaq üçün düşmənin siyasətlərin əritmək üçün, aradan aparmaq üçün çalışsınlar. Nöqati را که ممکن است دشمن غافلگیر şəvət şənasایی کنید. O yerləri ki, şəhər içində ya şəhərdən eşikdə eləyə bilərsiniz düşməni, indi polis olsun, ziddi şuriş olsun, sipahpazdaran olsun, bəslic olsun, nə bilim, məscidlərdə olanlar olsunlar, əncümənlər filanlar, deyir, bunları tanıyın hardadılar, şinasayı eləyin, tapın, görün hardadılar. Onları nədir, harda? Onları harda qafilgir eləyə bilərsiniz? Bazar ağzından hara çəksiniz bunları əlinizə ala bilərsiniz? Ya hangi xiyabana, hangi küçüyə? Məsələn, bir dana Kələntərinin ya Pasıqahın hangi zaman sərbazları nə vəziyyətdədir, neçə danadır, nə cürdür, nə zaman buranı şey eləmək olur? Bunları gərək o düşünə. Ərteş را به طور مکرر به میدان ببرید. Savaşçılarınızı Azərbaycanlılar gərək bu işlər daimən gərək çıxalar xiyabana etirazlara. Təmrin eləyələr etirazı. Düşməni yoralar, özləri gücləşələr, bilərlər ki, biz bunu nə cür yıxa bilirik.
Yəni təcrübədir bu. Dostlar, bəzilər deyirlər ki, yox bizim adamlarımız tutular. Yox, bu deyil. Təcrübə qazanır. Düzdür, 5 nəfər, 10 nəfər də amma əgər sistematik keçsə o 5 10 nəfər də tutturmarıq. Tutturmarıq. Çünki əgər biz məsələn quruq olsaq keçsək, hər 10-umuz, hər 5-imiz bir olsaq və bizim birimizi tutanda 4-ümüz həmləsək onların üstünə, onlar onu ötürəcəklər. Biz gərək adamlarımızı çəkək meydana və bu meydanda dedim, hara çəkəcəyik onları, onların nə cür ruhiyyəsini pozacağıq, onları nə cür şikəst verəcəyik, nə cür motorların yıxaq, nə cür maşınların pəncər eləyək, nə cür silahların əllərindən alaq. Bunların hamısını gərək o meydanda biz örgəşək. وضع کشور را در جنوب رودخانه‌ها برهم زنید. Çayların güney tərəfindədir. Bilmirəm niyə. Ehtimalən Çində belə məsələn belə bir şey var. Düşmənlər məsələn həttəmən bunların düşmənləri çayın güney tərəfindəymiş. Hər halda düşmən olan məsələn fikrin Ermənistanla bizim müşkülümüz olsa, çayın quzeyi olur. O tərəfdəki olan istiqamat, məsələn deyin orada qənovlar var, ya kanallar var ki, su gedir ora, onları xərablayın. İndi məsələn onlara bərq gedir, filan gedir. İndi Fars idarələri sisteminə bu işi görür. Məsələn bancın Farsların bahların həkk eləmək olar. Fars maliyyat idarəsini həkk eləyəsən, kollən maliyyat sistemi çöküşdürəsən. Hamı maliyyat verilmiş görə və maliyyat verilmiş görünməyə heç kəs. Diqqət buyurursunuz, bu dövləti bir cür ola ki, bərq idarəsi, telefon idarəsi, internet idarəsini həkk eləyəsən və orada millət hamısı pulların vermiş kimi görürsən. Amma xəzanədə bir şey olmaya. Diqqət buyurursunuz, bunlar o şeylərdir ki, demək olar. Düşmənin bərqə ehtiyacı var. Məsələn, indi ərəblər bu işi görürlər, sağ olsunlar. Şeyləri od vururlar. Nilqahları, nə bilim, benzin saxladıqları yerləri, palayışqahları, lülələri partladırlar. Bunlar çox mühümdür. Təbii ki, biz indi məsələn Azərbaycandan, əlbəttə bunu deyim dostlar, bir tarixi bir məsələdir, bunu mən bir müvəssəq mənbədən eşitdim. Bu Əliyevin babası, rəhmətlik Əliyev, İlham Əliyevin dədəsi, bu Xameneyi gilinə bir danışıqları var idi ki, o nəft ilə qaz ki, gəlir gedir Türkiyə, Türkiyədən Avropaya, o gəlsin Güney Azərbaycanın içindən geçsin, yəni Ərdəbilin yanlarından. Bir yer var ki, orada torpaqdır mərzimiz, su deyil. Sərhəddimiz Azərbaycanla, Şimali Azərbaycan, İranın sərhəddi torpaqdır, su deyil. Oradan girsin, gəlsin məsələn Ərdəbildən, gəlsin Azərbaycan şərqinin ortasından, gəlsin, geçsin Azərbaycan qərbidən, geçsin şeyə. Bu lüləni çəkməğa diqqət buyurun, görün. Şey demişdi ki, bu İlham Əliyevin dədəsi Əliyev demişdi ki, yadımda dəqiq deyil, 3% ya 5%. O mənfəət ki, bu lülədən geçəcək İrana, onun 3% ya 5% geçsin Azərbaycana. Bir də deyirəm. Bu lülə ki, gəlir buradan gedəcəqdir, nəft aparacaqdır, qaz aparacaqdır, Türkiyədən Avropaya bir pul qazanacaqdır. Buna İrana bir səhmi verəcəkdir Azərbaycan Cümhuriyyəti. Azərbaycan Cümhuriyyəti deyirdi ki, bu lüləni Azərbaycandan və Güney Azərbaycandan aparaq. Bir şərt ilə. Bu mənfəət ki, İrana gələcək, onun %5-in ya %3-ün Azərbaycan torpaqlarında sərmayə qoyulsun. İran dövləti qəbul eləmədi. Getdi bu lülə, hardan getdi? Getdi Gürcüstandan getdi. Qərə dənizdən getdi Türkiyədən Avropaya. Yəni bu qədər biz bir düşmən ilə üzbəyüzük. Necə ki ərəblər, nəft, qaz ərəblərdən ya Qəşqailərdən və şeylərdən çıxır da bilirsiniz. Lorlardan bu 3 millətin torpaqlarından nəft, qaz çıxır və cəlib budur ki, %1 o pul ki ələ gəlir, %1-in bu millətlərin özlərinə xərcləmirlər. Yəni qanunca nümayəndələr tərhab aldırırlar məclisə, dövlət bunu qəbul eləmədi. %1 niyə verir ərəblərin özlərinə? Bu qədər bir müstəmirəci, istemarcı bir məmləkətin içində yaşayır. Onun üçün biz gərək bunun darbadağın eləyək. O yerlər ki, buna mühümmüdür.
Daimən gərək bunları xəsarət vurasınız, o xəsarət gedə ki ayağa düşə. Hengami ki düşman به کمک جناح راست می آید به جناح چپ حمله کنید. O zaman ki diqqət buyurun. Diqqət buyurun. İndi biz dedik ki baxın bu ayın cənnə. İndi biz buradan həmlə edirik sağ tərəfdən. Bu ayın burası sağ tərəf, burası sol tərəf. Buradan həmlə edirik. Bu düşmən buradan sağ tərəfin göndərir bizim qabağımıza. Ya sol tərəfin göndərir bizim qabağımıza savaşsın. O zaman ki bura adamları buradan çəkdi bizim tərəfimizə, bu tərəfi zəifləşir düşmənin. Siz buradan düşmənə həmlə eləməlisiniz. Sol tərəfdən düşmənə həmlə eləməlisiniz. İndi diqqət buyurun, Güney Azərbaycanda bunu necə aparmaq olar? Əgər İran ərəblərə etiraz edirlər, ya farslara etiraz edirlər, İran polisi yığıb ora, ərəblərə, türkmənlərə, hər yerə, Bəluçistana fulana. Siz burada hərəkət eləyin, yıxın düşməni. Diqqət buyurursunuz. Strateji buna deyirlər. İndi buradan ərəblərə getdi, siz buradan çıxın meydana, haqqınızı alın. Yox, pəhləvilər gələrlər, bizə bir xuxu düzəldiblər, bizi bundan qorxudurlar. با دواندن دشمن به طور مداوم و به همه طرف نفس دشمن را بند بیاورید. Düşməni yolun, hər tərəfə çəkin. Təbriz təhlah bemalı eləməməlidir. Kəleyberdə, Şəbistərdə, Urmiyənin ətrafı da, yəni tamam Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, düşməni hər tərəfə çəkin. Hər yerə gedir, orada yorun. Yəni getdi məsələn Kəleybərin üstünə, Əhər qalxacaq ayağa, Əhərə gəlsin. Əhərə gələndə Təbriz qalxacaq, Tərpə qalxanda Şəbistər qalxacaq, Şəbistər qalxanda Zulfa qalxacaq, Zulfa qalxan yəni hər yerdə bu nə edəcəksiniz? Bunu yıxacaqsınız. Baxın, strateji və taktik bunlardan ibarətdir. Düşməni qoymayın istirahət eləyə. Qaçsın. Yəni İranın bir məhdud qüvvəsi var dostlar. Bu məhdud qüvvə 4-5 ustanı eləyə bilər müharibəyə. Amma əgər Azərbaycanlılar olan ustanlar, Şərqi, Qərbi, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Tehran, Qum, Qəşqaistan, Türkmən Səhra, bunlar ayağa qalxsalar, İran dövləti bunlarda bir iş görə bilməz. Hamısına. Amma indi biz buradan gələk Bəluçları da ayağa qalxacaq. Ərəbləri də ayağa qalxacaq. Lorları da ayağa qalxacaq. Kürdləri də ayağa qalxacaq. Daha nə olar? Farsın gücü, baxın, deyək ki, Farsın 10 dana adamı var. Deyək ki, 50 dana adamı var. Beləsi deyək. 50 dana sərbazı, personeli falanı var. 32 dana ustan var. İstəyərlər bunlar 100 min dana polisin, 300 min dana kollən bunun deyək neyru nizamisi var. 300 min dana istəyərlər 30 yerə bölələr. Hərəsinə 10 min dana gəlməz. Hərəsinə 10 min dana personel gəlməz. 10 min dana hər ustandə da 50 dana şəhər var. Hər şəhərin arasında bölsəz 200 nəfər düşməz. Baxın, amma üçün biz stratejik baxmırıq. Tamam İranın başında bu millətləri hərəkətə gətirmirik. Buna görə Azərbaycan duranda ərəblər yatır, Bəluçlar yatır, Türkmənlər yatır, Qəşqailər yatır, Lorlar yatır, Kürdlər yatır, hamı yatır. Tökür İran tamam o 300 min nəfərə Azərbaycan üstünə tökə bilər. Yıxa bilər. Ya Kürdlər duranda Azərbaycanda biz Kürdlə düşmənik. Azərbaycan Kürdlər olublar, durublar, bizim nə işimiz var? Sən Kürdə himayət eləmirsən. Əgər Kürd, əgər Ələb, əgər Bəluç, əgər Lor, əgər Cilək, əgər Mazəni hərəkət eləyələr və sən Farslar hətta hərəkət eləyələr, sən burada durursan, deyirsən ki, tamam, mən fürsət mənədir, dövlətimi quram. Yıxırsan və dövlətimi qurursan. Sən bir gün gəlirsən, radionu alırsan, deyirsən, bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyəti. Diqqət buyurursunuz, bizə stratejini tərsə deyiblər. Bizə hər şey tərsə. Çünki bizə əmələn özümüz kitab oxuyub demirik bizim mənfəətimiz nədir. Biz əmələn gözləyirik ki, görək panfarslar bizə birlikdə adamlara pul verirlər. Təbrizin mütəəssifanə Azərbaycanın web saytları, içəridə olanları xüsusən həmişə eşiyə həmlirlər. İcazə buyurun, mən də içəriyə həmlirəm. Həmişə web saytlar, sosial şəbəkələr, məşhur adamlar, celebrity dedikləri adamlar həmişə pul alırlar, bəlli-bəlsiz yerlərdən, nümayəndələrdən, ittilat, amma bilmirlər ittilatdır. Ha, o deyir, məsələn, şirkət fulana. Təbliğat edirlər.
Mesela adam gəlir deyir, sənə 50 milyon verəcəyəm. Bax, amma bu 50 milyonu verir. 10 milyonu verir. Amma deyir ki, bax deyim, mənim nəzərimə gəlir ki, ayətullahlar da belə tuğlarlar ha. Deyərəm, mənim nəzərimə gəlir ki, biz indi qalxsaq bu hərəkətə qoşulsaq, bunun mənfəəti Kürdlərədir. Kürdlərlə də biz düşmənik. Kürdlərə qazanar. Niyə biz Kürdlərin yanında duraq? Bu adam da gəlir veb-saytda bilməyərək ki, bunun nəticəsi nədir, bu stratejinin sonucu nədir, gəlir bizi deyir ki, çıxmayaq xiyabana. Biz gedək rəy verək Kürdlərin qabağında. Şəhərimizdə Kürd olmasın nümayəndə. Bu mütməinnən ya bilə-bilə ya bilməyə-bilməyə düşmənin oyuncağıdır. Çünki bilmir. Amma burada nə deyir? Deyir ki, düşməni yorun. Amma əgər این strateji zəfərnümun rədd konid, amma əgər bu cür eləməyəsiniz, yəni düşməni yormayəsiniz, o düşmənin niruları getdi Ərəbistana, getdi Bəluçistana, getdi Tehrana, siz Təbrizdən hərəkət eləməyəsiniz, çünki burada niru yoxdur, dövlətinizi qurmağa. Baxın, kafidir ki, siz radyonal əslərizə bir dana padığanal elam eləyəsən, bura Güney Azərbaycan Türk Cumhuriyyəti. Millətin tamam ruhiyyəsi dəyişər. Tamam ruhiyyəsi dəyişər. Mümkün də 10 nəfərdə adam öyle, 20 nəfərdə adam öyle radyo televizyon olanda. Amma radyo televizyonun, dostlarım, radyo televizyonun qabağında neçə nəfər adam var, silahlı adam var, 2 nəfər, 3 nəfər. Padığan yoxdur. Padığanlar da görsələr ki, siz bu vəziyyətə keçdiniz, sizin qabağınızda dura bilməzlər. Çünki onların əhliyalları sizin içinizdədir. Əgər bu stratejini ki, mən dedim, rədd eləsəz deyir və becai این استراتژی نه یک جمله تنها و منحصر با وجود همه مخاطراتی که دارد دست بزنید. burada həmlə olacaqdır, cümlə düşübdür. Vaxti be izhar təəssüf xahid pərdaxt ki, deyir şudə است. Deyir, amma məcir belə eləməsəz. Ərəblər İran dövləti nirusunu yığıb aparıb ərəblərin üstünə, bəluçların üstünə, türkmənlərin üstünə. Siz burada sakitsiz şey, Kürdləri üstünə aparıbdır. Siz burada sakitsiz, ya farsların üstünə. Biz burada farsların yanında durmayacaq, çünki farslar bizim yanımızda durmayacaqlar. Nə olacaq? Farsları yıxacaq, çünki siz də durmamışsınız. Siz də ayağa çıxanda farslar durmayacaqlar, siz də yıxacaq. Bəs heç vaxt burada heç kəs müvəffəq olmayacaq. Müvəffəq nədir? Sən deməyəcəksən fars müvəffəq olar. Sən deyəcəksən Tehranda, İsfahanda, Şirazda fars çıxıb, mən polisin niruları getdi ora, ziddi şuriş getdi ora, filan getdi ora. İndi növbə mənim dikiliyim ya. Bu mənim zamanımdır ki, indi burada düşməni yıxan və dövlətimi elam edirəm. Yuanşao این رایزنی را نپذیرفت و شکست خورد. deyir, bu fikirləri qəbul eləmədi, şikəst yedi. Hengami ki, düşmən vahid və müttəhid است. Diqqət buyurun. O zaman ki, farslar birləşirlər. O zaman ki, sınıflar yaşıldır, səltənət tələbdir, filandır. O zaman. İndi əlbəttə sınmayıblar. İndi səltənət tələblər onların yanındadır. Cumhurixahlar və federalistləri də siz İrancı hesablayın, farsçı hesablayın. Hengami ki, düşmən vahid və müttəhid است. O zaman ki, düşmən birdir, birləşibdir. Veyra təqsim konid, onu bölün. Pərakəndə sazid, ayrın bir-birindən. Bir-birinin arasında ixtilaf yaradın. Mən bir dana təcrübə deyim sizə. Mən Almana getmişdim. Almanda bir nəfərlə məni tanışdırdılar. Bu adam, adını deməyim, çünki möhtərəm şərif insandır. Bu adam, fikirəm bir iki dəfə də adını demişəm Jonas TV-dən, amma iştibah eləmişəm desəm də. Şərif bir insandır, farsdır əlbəttə, çox pan-farsist, pan-iranist bir adamdır. Amma şərif insandır, yəni burasını geri qəbul eləyək. Bu adam istəyir ki, Alman dövlətinin gücün qazansın arxasına. Alman dövlətinin xarici nazirinin 70 neçə yaşı var. Bunun da qızının 19-20 yaşı var. Qızın verir ona. Yamır ona ki, onun gücün alsın arxasına. Amma biz, yox, biz sınmarıq. Olan bizi sındırarlar. Dostlar, mən yetişdim 25-ci bəndidə qaldı. Çünki deyir, 6 saniyəmiz var, tutaraq.
Yarın danışarıq əgər ölüm olsa, ömür olsa.